Həzrət Əli buyurur, Keyfə ya'rifu qeyrahu mən yechəlu nəfsə. Qeyrini necə tanımaq olar? İnsan digərini necə tanıya bilər? Məsələn, digər insanı, dağı, daşı, digər deyəndə yəni hər şey, özündən xarici aləmi. İnsan özündən xarici aləmi necə tanıya bilər, halbuki özünə cahildir? Aydındır? İndi bizim də bəhsimiz təvhid bəhsidir. Təvhid bəhsində nə demək istəyirik? Biz Allahı tanımaq istəyirik. Düzdür? Yəni bu hədisə istinadən, belə neçə gündə söhbətimiz budur. Biz Allahı necə tanıya bilərik əgər özümüzü tanımasaq? Mən ərəfə nəfsə fəqəd ərəfə Rabbə. Hər kim özünü tanısa Allahın tanıyıb. Müqəddimə yadımızda qalsın. Nə dedim müqəddimədə? Biz gəldik, insanı elə bil təsəvvür elədik bu dəqiqə, bu ağılla, bu kəsimlə, göydən, zəmbillə yerə düşür. Niyə zəmbillə? Niyə belə təsəvvür? Unutlar cavab verdik. İstəyir bir insanın həyatından bir dənə film düzəldək burada, kino düzəldək. Bu kinoya baxaydı, bir dənə filmə baxay. Elə bir insan bu dəqiqə zəmbillə göydən yerə düşür, elə bu kəsimdə, bu tutumda, bu ağılda. Bu insan nə istəyir? Birinci növbədə öz şəxsi ehtiyacını kəşf edir. Acımışam, yatmaq istəyirəm, beynimə qan çatmır. Bunlar şəxsi ehtiyacdır. Maraqlı budur ki, dünya şəxsi ehtiyacı təmin edə bilir. Ehtiyacı duyandan sonra təmin olunmalıdır. Təmin olunmaq ucu ayrı bir məsələdir. Bu ehtiyacı dünya həyatı özü təmin edə bilir, yemək verə bilir, yatmağa şərait yaradır, beynimə qan çatdırır. Bir həddə sənin şəxsi ehtiyacı, bir həddə yox, tam həddə. Sənin şəxsi ehtiyacını təmin edir. İndi sual, insan əgər şəxsi ehtiyacını təmin etməsə nə baş verər? İnsan ölər. Nə baxımından ölər? Cismi baxımdan ölər. Bu bir. Sonra yeməyin yedi, içməyin içdi, şəxsi ehtiyacı təmin oldu. Gəlir çatır hansı ehtiyaca? İkinci bir ehtiyacını kəşf edir. O ikinci ehtiyac, yəni ki, ictimai ehtiyac, yəni duyğulardan irəli gələn ehtiyac. Yəni mənim dosta ehtiyacım var, ünsiyyətə ehtiyacım var, valideynə ehtiyacım var, sevgiyə ehtiyacım var, şad olmağa ehtiyacım var. Bu da ehtiyacdır. Bu da ehtiyacdır. Niyə ehtiyacdır? Çünki əgər insan duyğuların təmin etməsə, nə baş verir? İnsan ölür. Amma nə baxımından ölür? Cismi baxımından yaşasa da, duyğu baxımından ölür. Ki, təsəvvür elə bir insan bir ömür mağarada yaşaya, heç bir ünsiyyət qurmaya. Ki, bu insanın duyğuları ölər. Və maraqlı da budur ki, bu ehtiyacı da dünya özü təmin edə bilir. Dünya sənə dost verə bilir, dünya sənə bir həddə şadlıq verə bilir, sevinç verə bilir, bir həddə ya tam həddə, lazımı həddə verə bilir. Valideyn verir, həyat yoldaşı verir, ünsiyyət verir, hər nə cürə lazımdır verir sənə. Lap artıqlaması ilə də verir. Bura kimi dinə ehtiyac yoxdur. Və üçüncü ehtiyac hasan kəşf olunur. Üçüncü ehtiyacımız o vaxt kəşf olunur ki, artıq ictimai duyğular baxımından olan ehtiyacımı da təmin elədim. Gəlirəm üçüncü ehtiyaca ki, mən düşünürəm, görürəm, düşüncə əhliyəm. Bu düşünməkliyi biz iki cür özümüzdə bu həqiqəti tapa bilərik. Bir, müşahidə, hüzuri elm yoluyla, hüzuri elm, dünən söhbət edirdik. Hüzuri elmlə mən özümdə düşünməkliyi qüdrətini kəşf edirəm. Və ikinci yolda elmi yolla, yəni düşünməyin mekanizmasını biz əgər fəlsəfi araşdırsaq, ki, neçə günlər bunu araşdırdıq biz bir həddə. Düşünməklik mekanizmasını diqqət edəndə görür ki, bəli, insan məhsusat, mütəxəyyilat, məqulat özü də məntiqi, fəlsəfi, birbaşa alınan, birbaşa alınmayan məqul anlamlar ki, bu yolla insan gəlir çatır hara? Zehnə axır bura gəlir çatır ki, dünyada, bu aləmdə səbəb və nəticə var. Səbəb-nəticə qanununu kəşf edəndən sonra insan artıq onda sual yaranır. Niyə mən gəldim bura? Niyə mən beləyəm? Niyə gedirəm? Çünki ağlın mekanizması
bizdə bu sualları yaradır. Ağlın mekanizması. Məqulat bölməsinə gəldi, müxtəlif anlam və təsəvvürlər yaradır. Ondan sonra başlayır təsdiq etməyə. Təsdiq məqamında insan yavaş-yavaş hansı qanuna çatır? Səbəb-nəticə qanununa çatır. Səbəb-nəticə qanunu yəni ki, niyə, nəyə görə və bu sualların cavabıdır. Birinci səbəb, birinci nəticə, bunun dalıcayım ki, mən hardan gəldim bura? Bax, səbəb, nəticə, birinci bunu axtarır insan. Mən kiməm, niyə beləyəm və hara gedirəm bundan sonra? Bunlar hamısı insanın düşüncə mekanizması sayəsində yaranan qüdrətdir insan üçün. Amma heyvanda isə bu qüdrət yoxdur. Heyvanda isə bu qüdrət yoxdur. Bəs insanda üçüncü ehtiyac, düşüncədən yaranan ehtiyac var. İnsan əgər düşüncədən yaranan ehtiyacını təmin etməsə nə baş verir? İnsan əgər düşüncədən yaranan ehtiyacını təmin etməsə, insan ölür. Amma nə baxımından ölür Kərbəlayı, siz mənə kömək edin. İnsan hansı baxımdan ölürdü? Düşüncə baxımından ölürdü. Yadınızdadır. İnsan ölür, amma nə baxımından? Düşüncə baxımından.